Hörmətli web seminar iştirakçıları, hörmətli kollegalar, hamınızı salamlayıram. Axşamınız xeyir. Bu gün mən Canibey Ağayev, terapevt, tibb üzrə fəlsəfə doktoru, Sumqayıt Bioloji Tababət İntegrativ Müalicə Mərkəzinin baş həkimi, insan papilloma virusunun törətdiyi xəstəliklərin müalicəsində integrativ yanaşma mövzusunda danışacağam. Mövzu keçməmişdən qabaq, mən istəyərdim integrativ tibb haqqında öz fikirlərimi sizlə bölüşürüm. Çünki bu tibb çox maraqlı bir tibbdir. Gələcəyin tibbidir. Yəni, bunun çox geniş imkanları hələ qabaqdadır. Nədir integrativ tibb? İntegrativ tibb sağlamlığı və optimal müalicəni təmin etmək məqsədi ilə tibbi bütün inkişaf etmiş müalicə üsullarını özündə birləşdirir. İntegrativ tibb müalicə həkimi öz praktikasında ənənəvi tibbin müalicə metodlarına yanaşı akademik tibbi müalicə üsullarından istifadə edir və bu sahədə də böyük effekt ala bilir. İntegrativ tibb xəstəliyi deyil, xəstəni müalicə edir. Bu nə deməkdir? Yəni, biz bilirik ki, insan vahid bioloji varlıqdır. İnsanın orqan, sistem və üzvləri bir-biri ilə sıx əlaqədardır və onlar bir-birindən ayrı fəaliyyət göstərə bilməz. Bu baxımdan xəstəliklərin müalicəsində kompleks yanaşmaq tələb olunur. İntegrativ tibbin də üstünlüyü bundan ibarətdir. Biz bilirik ki, xəstəliklərin əmələ gəlməsində psixo-neyroendokrin immun sisteminin böyük rolu vardır. Həqiqətən də bu sistemin pozulması xəstəliklərin əmələ gəlməsinə istəyir kəskin xəstəliklərdə, istəyir xroniki xəstəliklərdə çox böyük rolu vardır ki, bu sistemin pozulması. Ona görə biz müalicə vaxtı integrativ tibbdə təyinat verdikdə biz bu prosesi həmişə nəzərə alırıq. Və yeri gəlmiş ki, deyim ki, psixo-neyroendokrin immun sisteminin pozulması bir növ qocalmanın başlamasına bir növ gətirib çıxarda bilir. Çünki yaşlama əleyhinə təbabət inkişaf etdikcə bu sistemə çox böyük əhəmiyyət verir və bu sistemin ilkin pozulmasını qocalma prosesinin başlamasında görür. Yəni, elə başa düşürəm ki, yaşlama əleyhinə təbabət bir növ integrativ tibbin bir bölməsinə çevrilməkdədir. İntegrativ tibb simptomları deyil, patogenetik olaraq xəstəlikləri müalicə edir. Bu nə deməkdir? İstərdim ki, burada bir neçə cümləylə öz fikrimi sizlərlə bölüşüm. Biz bilirik ki, xəstəliyin əmələ gəlməsində ekstraselülər matriksin yüklənməsinin çox böyük əhəmiyyəti vardır. Yəni, ekstraselülər matriksin yüklənəndə hüceyrələrdə mübadilə pozulur, hüceyrələrin qidalanması pozulur. Matriks yükləndikcə böyük problemlər meydana çıxır orqanizmdə. Burada toksinlərin yığılması, depolaşması müşahidə olunur və bu da bir çox xəstəliklərə, hətta onkoloji xəstəliklərə gələcəkdə yol aça bilir. Matriksin yüklənməsi və zədələnməsi nə zaman baş verir? Birinci və eksogen və endogen toksinlərin təsirindən, bakteriyaların, virusların, göbələklərin, parazitlərin təsirindən, hansı ki, onlar matriksdə toplanır və matriksin funksiyasını pozur. Bugün danışdığımız papilloma virusu da həmin bu patoloji amillərdən biridir ki, bu viruslar orqanizmə daxil olduqdan sonra hüceyrəarası mühitdə ekstraselülər matriksdə toplanır, yığılır və hüceyrənin funksiyasını pozur. Mən bir neçə dəqiqədən sonra patogenizdə mən bu barədə danışacağam. İnsan papilloma virusu DNT tərkibli virusdur. İnsanlar arasında geniş yayılmışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya əhalisinin 50-70%-də rast gəlinir. İnsan həyatı boyu bir neçə dəfə virusun ayrı-ayrı ştampları ilə yoluxa bilər. Virusun 200-dən çox ştampı aşkar olunmuşdur. Bir neçə onkoloji xəstələrin müayinəsi zamanı müəyyən olunmuşdur ki, prosesin törədicisi insan papilloma virusudur. Buna HPV də deyilir. Belə ki, statistik rəqəmlərə görə uşaqlı boynu xərçənginin 90, bəzi ədəbiyyatlarda 99, hətta 100% HPV virusu törədir. Bu slaydda biz virusun uşaqlı boyunda prosesiyelləşməsi, matriksdə yüklənmə, matriksin fəaliyyətinin pozulması haqqında, yəni bu şəkildə biz matriksdə bu edən prosesləri bu slayda vermişik. Virusun onkogen xüsusiyyəti yüksək olan ştamplar hansılardır? 16, 18, 31
33, 35, 30, 51. Onkogen xüsusiyyəti aşağı olan ştamplar 6, 11, 41, 42, 43, 44, 54, 61, 70, 72, 81. Virus əsasən cinsi yolla yoluxur. Lakin dəri təması və selektiv şar vasitəsilə yoluxma kifayət edə bilər. Virus həmçinin şəxsi gigiyena vasitələri, yataq dəstləri də yoluxa bilir. İdman zalında, hovuzda, epilyasiya vaxtı da yoluxma müşahidə oluna bilir. Virusun inkubasiya dövrü 2 həftədən 8 həftə qədər davam edir. Siqaretdən, alkoqoldan, su istifadə, pillənmə, hormonal pozulmalar kimi faktorlar immün sistemi bilirik ki, zəiflədir. Bu da virusun inkişafını orqanizmdə sürətləndirə bilir. Patogenezi. İnsan papilloma virusu orqanizmə müvafiq nahiyədən daxil olduqdan sonra həmin nahiyədən hüceyrələrin membranında E6, E7 proteinlərin strukturunu pozur. Nəticədə hüceyrənin bölünmə prosesində deformasiya əmələ gəlir. Beləliklə hüceyrələrin bölünməsi atipikləşir. Yəni bundan sonra xərçəng xəstəliyi baş verir. Amma toplanma zamanı isə matriksdə papillomalar, kandilomalar, ziyilər əmələ gəlir və bayaq dediyim kimi xərçəng yönü və xərçəng prosesi müşahidə olunur. Bu slaydda biz matriksi şəklini, formasını yəni vermişik. Burada bizim məqsədimiz matriksin yüklənməsi və yüklənmə prosesindən sonra hüceyrənin membranasına olan təzyiqdən, təsirdən və bu sahada immün hüceyrələrin aktivləşməsi və sair bu barədə slaydda biz vermişik. Klinikası. Yoluxma tipindən asılı olaraq klinikası müxtəlif olur. Birinci, dördüncü tiplər ayaqaltı ziyillər törədir. 16, 18-ci tiplər uşaqlı boynu xərçəngi yaradır. Həmçinin onkogeni yüksək olan tiplər ağız boşluğunun, qırtlağın, genital nahiyənin, anusun, düz bağırsağın xərçəngini törədir. Onkogenliyi aşağı olan tiplər isə boyun, göz qapaqları, göz ətrafı, boynun arxası, qoltuqaltı nahiyələrdə, qasıq, genital sahədə, anus ətrafında papillomalar, kandilomalar törədir. Diaqnozu qoymaq üçün biz papillomadan lansetlə yaxma götürülərək Afgen laboratoriyada PCR metodu ilə biz yoxlama aparırıq və bu yaxınlarda bizim bir pasiyentdə belə bir hal olmuşdu. Biz yoxladıq. Onda 6 ştamp, 6 papilloma virusun 6-cı ştampı aşkar olunub və bu hal-hazırda müalicədədir. Eyni zamanda uşaqlı boyundan yaxma götürülür, pap testi aparılır. O da genetik laboratoriyada yoxlanılır və virusun diaqnostikasında bunların əhəmiyyəti böyükdür. Eyni zamanda virusun diaqnozu qoymaq üçün integrativ təbabət mərkəzində qaranlıq sahəli mikroskopiyadan önəmli rol oynayır. Nə deməkdir qaranlıq sahəli mikroskopiyası? İstəyirəm ki, bu barədə hörmətli veb seminar iştirakçılarına biraz da öz fikirlərimi bölüşüm. Qaranlıq sahəli mikroskopiyası bilirsiniz ki, yəni qulaq seyvanından 1-2 damla qan götürülür. Şüşəsinin üzərinə götürülür, mikroskop altına qoyulur və müayinə aparılır. Həmin müayinənin nəticələrini televizor ekranına ötürülür və burada bütün canlı qan müayinəsi zamanı gedən prosesləri müşahidə olunur. Mütəxəssis tərəfindən müşahidə olunur və yeri gəlmişkən bunun müsbət tərəfi bir də ondan ibarətdir ki, pasiyent özü müşahidə edir bütün bu prosesləri. Bunun üçün də maraqlıdır. O sahadan keçib gələn bizim pasiyentlərimiz çox razı qalırlar ki, doğrudan da biz öz qanımızı canlı şəkildə gördük. Bu zaman yəni çox böyük məlumat, informasiya bizə verilir bu qaranlıq sahə mikroskopiyası. Yəni papilloma virusda biz görürük ki, limfositlərin və monositlərin artmasını, sahənin artması və aktivini görürük. Bunu da biz bilirik ki, virus mənşəli burada proses gedir. Buna yanaşı bakteriyalarda, bakterial infeksiyalarda, toksikozlarda, onkoloji xəstəliklərdə, qanın lipid spektri sahəsi pozulanda, daha doğrusu xolesterin mübadiləsində pozulanda biz bunları açıq görürük. Həmçinin toksik prosesləri, toksikozu, alkalozu və s. bir prosesdən yəni müşahidə etmək mümkündür. Müalicəsi kandilomaların, yəni ziyillər, papillomalar maye, azot və elektrik lansetlə götürülür. Bununla belə orqanizmin virusdan azad olmur. Yəni yeridən proses baş verə bilir. Onkogen xüsusiyyəti yüksək olan virusların törətdiyi onkoloji proseslərə vaxtında diaqnoz qoymaq çox önəmlidir.
İndi bu slaytda biz bizim gündəlik işlətdiyimiz müalicə metodlarını biz vermişik. İnteqrativ təbabət müalicə üsullarını, yəni papilloma virusda biz biotənzimləyici terapiyadan üstünlük veririk. Burada detoks drenaj müalicədir. Bu çox önəmlidir. Bayaq mən çıxışımda əvvəl də qeyd elədim ki, əgər matriks yüklənirsə, matriksdə toksin varsa, istəyir bakterial mənşəli, istəyir virus mənşəli və s. hamısında biz detoks drenaj veririk və doğrudan da bu biotənzimləyici terapiyanın ən effektiv müalicə üsullarından biridir. Yəni biz bunu gündəlik öz praktikamızda çox istifadə edirik. İkinci, ortomolekular terapiya, paskorbindən biz istifadə edirik. Birazdan mən sizə məlumat verəcəm bu barədə. Virusun müalicəsində orqanizmin immuniteti qaldırmaq üçün həm bizim gözəl imkanımız immunoterapiyadır. Bizim əlimizdən çox tutur. Bununla biz immuniteti qaldırırıq. Bu barədə mən sizə geniş məlumat verəcəm. Sanoterapiyadan istifadə edirik. Bu da önəmlidir. Bunun haqqında məlumat verəcəm birazdan sizə. Ümumiyyətlə, inteqrativ timi burada müqayisəli bir cədvəli vermişik. Yəni, bu çox vacib cədvəldir. Yəni, doğrudan çox əhəmiyyətli bir cədvəldir. Yəni, açıq aydın göstərir ki, inteqrativ timin müalicəsi nədir və üstünlüyü nədir? Səbəbi aradan qaldırır. Klassik təbabətə xəstəlik simptomlarını müvəqqəti aradan qaldırır. Pozulmuş müdafiə immun funksiyaları bərpa edir. İnteqrativ tipdə, klassik tipdə immun sistemi zəiflədir. Təbii tərkibli biotənzimləyici preparatlardan istifadə olunur. İnteqrativ tipdə, klassik təbabətdə kimyəvi sintetik preparatlardan istifadə olunur. İnteqrativ tipdə müalicə zamanı orqan və toxumalar zədələnmir. Əksinə, orqan və toxumaların bərpası prosesi gedir. Ancaq klassik təbabətdə kimyəvi preparatların yan təsiri nəticəsində sağlam orqan və toxumalar zədələnir. Papilloma virusun müalicəsində interleykin kiçik dozalı preparatlardan istifadəsi çox böyük effekt verir. Kiçik dozalı interleykinlərdən QUNA 1, QUNA 4, QUNA 7, transformasiya edici boy faktoru beta 1. Biz bu preparatlar geniş şəkildə istifadə edirik. Əksər immun hüceyrələri bilirik ki, transformasiya edici boy faktoru beta 1 ifraz edir və immun sistemi idarə olunur. Bu səbəbdən sınıqlar zamanı, oynaqda gedən deformasiya edici proseslər zamanı, yəni artrozlar zamanı, onurğada gedən degenerativ proseslər zamanı bu prosesin tənzimlənməsi sürətlənir, sağalması sürətlənir. Daha başqa sözlə desək, yəni bu bizim üçün önəmlidir ki, biz preparatlardan geniş istifadə edək. Buna il-7 şiş hüceyrənin apoptozunu induksiya edir, timus vəzinin fəaliyyətini stimul edir, xəstənin profilaktikası vaksinasiyanın aparmaqla təmin olunur. Ancaq biz immuniteti qaldırmaqla virus orqanizmdən təmizləyirik və orqanizm steril bir vəziyyətdə gələ bilir. Immunoterapiya, biz bayaq qeyd elədimsə, immunoterapiya, ortomolekular müalicə, kiçik dozalı istoklarla müalicə metodunu ayrıca biz vermişik ki, indi mən onlar haqqında bir sizə məlumat verəcəm. Papilloma virusun törətdiyi təhlükəli xəstəliklərin müalicəsində Helixorun tətbiqi. Helixor ağ giləmeyvə Avropa öskəotunun 3 müxtəlif yarım növündən Viscum album əldə edilmiş, steril süzülmüş, ampulalara doldurulmuş, standartlaşdırılmış, sulu, mayalanmamış, təzə, bütöv bitki ekstraktıdır. Helixor kükünar ağacının öskəotusundan hazırlanır. Alma ağacından öskəotusundan Helixor M hazırlanır. Şam ağacının öskəotusundan Helixor P hazırlanır. Viscum album müxtəlif alt növlərdə vardır. Müxtəlif ev sahibi ağaclarda böyüyür. Ekstrakt tərkibindəki fərqlər müxtəlif və tətbiqi də müxtəlifdir. Helixor AM farmakoloji təsiri, immunomodul edici, makrofaqların aktivləşməsi, fagositor aktivinin artması, bakteriyasid effekt, killer hüceyrələrin aktivinin artması, dərinin dendrit hüceyrələrinin əmələ gəlməsini və aktivləşməsinin stimulyasiyası, mediatorların azad olması, gamma interferon, interleykin 2, beta-endorfin, antitumor immun cavablarının güclənməsi. İmmunoprotektor təsiri nədir? İmmunistlərin stokinlərinin immunosupressiv və genləri məhv edici təsirlərdən qoruma, şişə əleyhinə, proliferasiya əleyhinə, metastaz əleyhinə, analgetik, antioksidant, iltihab əleyhinə, virus əleyhinə təsir edir, qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır.
Elixir M göstəriciləri biz dəri papillomalarda ziyilər. Bayaq sizə dedim çıxışımın əvvəlində ki, bizdə bir pasientimiz hal-hazırda bizdə papilloma virusdan müalicə alır. Biz ona bu Elixir istifadə edirik. Onda ziyilər var, dəri papillomaları var və biz inşallah böyük effekt alacağıq. Selülik qışa papillomaları, genital, oral, konjektival, genital kondiloma və s. Elixir hansı dozada buraxılır? Elixir A 1, 5, 20, 50, 100 mg inyeksiya məhlulu təsir edici maddə axşam üzərində yaşayan ağ öskə otu, viskum album, bitki ekstraktı nisbəti 1:20 nisbətində, köməkçi maddələr inyeksiya üçün su, natri xlor, natrium hidroksid. Helixtor M 1, 5, 20, 20, 50, 100 indeks üçün məhlul, təsir edici maddə alma ağacı üzərində yaşayan ağ öskə otu, viskum album, bitki ekstraktı nisbəti 1:20, köməkçi maddələr indeks üçün su, natri xlor, natrium hidroksid. Biz bu cədvəldə Elixorun tərkibində olan maddələri glikoproteinlər, polipeptidlər, peptidlər, oligo və polisaxaridlər, flavonoidlər, triterpenlər, yəni bunu qeyd eləmişik. Burada məqsədimiz nədən ibarətdir ki, biz bunları ayrıca hansı immunitetin, immun hüceyrələrin hansı forması, hansı etapda təsiri haqqında biz göstərmişik. Məsələn, glikoproteinlər şiş əleyhinə faktorun alfanın, yəni 1, 2, il1, il2-nin və il-anın və il6-nın azad olması, sonra polipeptidlər immün cavabının əlavə makrofaqların aktivləşməsi, qranulosidlərin fagostor aktivinin artması, peptidlər makrofaqların aktivləşməsi, sitotoksik aktivinin artması, oligopolisaxaridlər isə T helperlərin stimulyasiyası, TH1, interferon, gamma, təbii killələrin aktivliyinin artması, flavonoidlər, antioksidat protektor xüsusiyyətləri və tripertenlər immun proteksiya makrofaqların stimulyasıdır. Və bu xərçəng hüceyrələrinə təsirində demək istəyərdim ki, glikoproteinlər sitotoksik təsir edir, zolaların ribosom sintezinin, apoptozun induksiyası, zəif sitotoksiklik, polipeptidlər sitotoksik hüceyrə membranı zədələməsi, peptidlər sitotoksik heyvanlar üzərində təcrübə şişin bölməsinin dayanması, flavonoidlər apoptozun induksiyası, tripertenlər apoptozun induksiya və antiangenezi. Elixir istifadə qaydası necədir? Subkutan inyeksiya şəklində biz aparırıq. Vurulma yerləri göbək ətrafı, qarın, bazu, bud, boyun zonası, döş körpücük, məməyə bənzər əzəllərin ön kənarı, boynun ön səthi, qalxarı bənzər vəzin, proyeksiya zonasına növbəli şəkildə 2-3 dəfə insülin şprisi ilə dəri altı 4-6 nöqtəyə vurulur. İnyeksiya etmək olmaz. Dərin iltihabi bölmələri, radiasiya sahələri, çapıq toxuması və təyin edilmiş cərrahi sahələr, çıxarılmış gen dönlərinin sahələri, məsələn, qoltuq altılar, döş xərçəngin əməliyyatdan sonra tərəf, qasıq, Elixir digər preparatla birlikdə eyni şpris istifadəsi qadağandır, yəni olmaz. Əzələ daxil inyeksiyası qadağandır. Biz öz praktikamızda adətən bazu nahiyəsinə və göbək ətrafına 4-6 nöqtədə biz bunu vururuq. Bizə bir pasient yeri gəlmişkən sizə məlumat verim. Prostat vəzin xərçəngindən müalicə alırdı. Biz ona Elixiri biz bu təyini, bu sxemlə biz apardıq. Hər halda xəstənin həyat keyfiyyətinin yaxşılaşmağa doğru gedir. Subkutan inyeksiyanın bu şəkildə Elixir vurma qaydasını göstərilib slaytda. Yəni dəri iki barmaqla tutulur və şprislə həmin dəri altı yeridilir. Yerli inyeksiya. Yerli inyeksiya yerində tez-tez reaksiyalar ola bilir. Qırmızılıq təqribən 1-5 sm, maksimum ölçü inyeksiyadan 48-72 saat sonra bizim bayaq misal çəkdim pasiyentə təzə başlananda 5 sm qızartı əmələ gəldi. Biz ona fasilə verdik. Sonra 72 saata qədər biz fasilə verdik. Sonra gördük ki, yəni qızartı keçib. Təzədən həmin dozadan biz vurduq. Heç bir qızartı əmələ gəlmədi və belə biz müalicənin sıxılmasını davam etdirdik. Sonra şişkinlik, qaşınma, indurasiya çox nadir hallarda bunlarda rast gəlinir. Rəngli tünd hüceyrə, rəngli tipli hüceyrə immun reaksiyasından qaynaqlanır. Burada yazılıb istənilən reaksiya, yəni burada və həddən artıq reaksiya isə sputumunda 5-dən yuxarı göstərilir.
İnsan papilloma virusunun törətdiyi xəstəliklərin elektron preparatlarla müalicəsi, ümumiyyətlə terapiyanın müalicə sxemasına, həmçinin biz hansı dozada və nə müddətdə biz istifadə edirik qeyd olunub. İnduksiya terapiyası birinci həftə 1 mq, həftədə 3 inyeksiya, ikinci həftə 5 mq, 3 inyeksiya, üçüncü həftə 20 mq, 3 inyeksiya, dördüncü həftə 50 mq, 3 inyeksiya, beşinci həftə 50 mq, 3 inyeksiya. Əgər həkim lazım gələrsə, induksiya mərhələsindən asılı olaraq 14 gün fasilə verərək müalicəni dəstəkləyici terapiya üzrə bir neçə həftə davam etdirə bilər. Dəstəkləyici terapiya da çox önəmlidir. Biz bunu öz praktikamızda istifadə edirik. Birinci həftə 20 mq həftədə 3 inyeksiya, ikinci həftə 50 mq-dan həftədə 3 inyeksiya, üçüncü həftə 50 mq həftədə 3 inyeksiya, 2 həftə təkrarlanır, 14 gün fasilə. Yəni yenə bir burada qeyd eləmişəm, yazmışam ki, bu standart sxema hesab olunur. Pasiyentin vəziyyətindən və həkimin humanitariyaya dair təcrübəsindən asılı olaraq müxtəlif sxemalar tətbiq oluna bilər. Elektron yan təsirləri haqqında isə məlumat vermək istəyirəm. Birinci, lokal iltihabi reaksiya 5 sm-dən böyük olanlar, rast gəlmə tezliyi çox nadir hallarda olur. Simptomlar yoxlanana qədər terapiyanı dayandırırıq. Dozanı azaldırıq. Bəzən dozanı mən öz praktikamda həmin dozadan vurdum və heç bir qızartı olmadı. Qızdırma 38 temperaturdan qripə bənzər simptomlar nadir halda olur. İltihab əleyhinə və ya antipiretik dərman preparatlarından istifadə olunmur. Regional infeksiyonların şişməsi çox nadir hallardadır. Adi antiallergik terapiya aparılır. Əgər olsa, allergik reaksiya övrə, eksantema, ginefritik ödem, təqə nəfəslik nadir hallarda olur. Simptomlar yoxlanana qədər öskürtü müalicəsi dayandırır ki, və bunlar keçib gedir. İltihabın aktivləşməsi çox nadir hallarda olur. Əksəriyyətinə əks göstərişlər ağ öskürtü preparatına qarşı allergiya, kəskin infeksion və hərarətli xəstələr, əziyyət çəkən xəstələr, xroniki qranulomatoz xəstəliklər, autoimmün xəstəliklərin kəskin dövrü və ya antisupressiv müalicə zamanı, hipertiroidizm, taxikardiya ilə, hamiləlik və laktasiya dövrü həkim məsləhəti ilə. Elektron emin, emin haqqında məlumatlar hansı saytda verilir. Yəni, bunu qeyd eləmişəm ki, bizim hörmətli veb seminar iştirakçıları maraqlansalar, bu sayta girib elektron haqqında yəni, kifayət qədər məlumat mən verdim və əlavə məlumat lazım olsa ala bilərlər. Plexor AEM-in ümumiyyətlə terapiyanın əhəmiyyəti. İstehsal prinsipi deyir ki, həyata həyat bəxş et, doğrudan da belədir. Özünü tənzimləməni gücləndirir, temperatur, immun tənzimləmə, sağalmanı və həyat keyfiyyətini yaxşılaşdırır, standart terapiyaya daha yaxşı dözümlülük. Bunlar həm də tənzimləyici prinsiplərdən asılıdır. Pasiyentin iştirakı, özünü müalicə etmək və təsirləri birbaşa duymaq. İkinci preparat haqqında məsləhətdə məlumat verir Sanivus. Bu preparatı biz allergik xəstəliklərdə bizim çox böyük köməyimizə dəyir. Bizim son vaxtlarda bir pasiyentimiz illərlə allergiyadan əziyyət çəkirdi və bizə müraciət elədi. Biz demək olar ki, Sanivus preparatını biz ona bir neçə kompleks preparatı, san preparatlarla istifadə elədik. O cümlədən Sanivusdan 60 damcıdan biz ona gündə verdik. Yəni, uzun müddət 2 ay, 3 ay ərzində xəstədə heç bir problem yoxdur, allergiya yoxdur, özünü çox yaxşı hiss edir, yəni çox da razılıq verir ki, doğrudan da inteqrativ tip, özü deyir ki, möcüzəli bir tipidir. Sanibuzun təsir mexanizmi, farmakoloji xüsusiyyətləri haqqında məlumat vermək istəyirəm. Xroniki xəstəlikləri müşahidə edən hüceyrə hipoksiyası zamanı sola hərlənən süd turşusunun əmələ gəlməsi artır ki, bu da bufer sisteminin işini pozur. pH tədricən turşuluğa doğru dəyişir. Süd turşusu asanlıqla və sürətlə konsentrasiya qradiyentinə görə hüceyra membranından keçib toxumalara toplanır və turşulaşma, intoksikasiya baş verir. Patologiya nəticəsində qüsurlu dövran yaranır. Nə qədər az oksigen olarsa, bir o qədər süd turşusu çox yığılır. Süd turşusu artdıqca toxumalarda daha az oksigen mənimsəyir. Oksigen kifayət qədər olduqda süd turşusu əzələrdə toplanmır və limon turşusu siklində karbon qazı və oksigen qədər tam oksidləşir və aktiv əmələ gəlir. Sağ hərlənən süd turşusu asidum L-laktikum oksidləşmə bərpa proseslərini və hüceyrə regenerasiyasını aktivləşdirir. Mitokondrilərdə hüceyrə tənəffüsünü artırır. Öz izomeri sola hərlənən süd turşusunun artdığını neytrallaşdırır və orqanizmdən xaric edir. Bütün bunlar birləşdirici toxumadan şlakların tənzimləməsinə
səbəb olur. Sanibüsü göstərişlər, turşu kəlori tarazlığının və aralıq maddələr mübadiləsinin pozulması, əməliyyatdan əvvəl əməliyyatdan əvvəl və əməliyyatdan sonra terapiyada toxumaların drenajı, şəkərli diabetin ağırlaşmasının kompleks müalicəsində davamlı hiperqlikemiya, polineuropatiya, lakta asidemik koma, mərkəzi mədə-bağırsaq üzr istəyirəm, mədə-bağırsaq xəstəliklərinin və qaraciyərin xroniki iltihabi və degenerativ xəstəliklərin kompleks terapiyasında, bütün növ maddələr mübadiləsinin pozulmalarında, ensefalopatiyada, artıq çəki, selülitdə, mezoterapiya, hiperpigmentasiya, saç tökülməsi, bu zaman dəri tuqorunun bərpası, qırışların hamarlanması, mikrosurbulasiyanın yaşıllaşması və allergiya. Üçüncü preparatımız hansı ki biz insan papilloma virusunun törətdiyi xəstəliklərin müalicəsində geniş istifadə edirik, bu da Pascorbindir. Yüksək dozlu vitamin C bu sahədə çox böyük əhəmiyyət kəsb edir. İmmunitetin qaldırmasında çox böyük önəmli rol oynayır. Pascorbin 7,5 qram preparatın fizioloji pH-ı osmolarlığa malik olduğundan yüksək dozalarda istifadə oluna bilir. Orqanizmə zərər təsir göstərmir, vena daxil istifadəsi təhlükəsizdir. Plazmada askorbin turşusunu L-askorbinat şəklində optimal terapevtik konsentrasiyasını təmin edir. Tərkibində heç bir konservativ və stabilizator yoxdur. Buraxılış forması haqqında deyim. Venadaxil infüziya üçün məhlul 50 ml 7,5 qram. Tərkibində aktiv maddə askorbin turşusu L-askorbinat 1 ml məhlulda 150 mg vitamin C vardır. İstifadə qaydası preparatın müalicə dozası göstərişdən asılı olaraq fərdi seçilir. 50 ml Pascorbin məhlulu 100 ml bəzi pasientlərdə 150 ml işlədirik. 150 ml izotonik natrium xlor məhlulunu əlavə edilərək hazırlanmış flakonu işıqdan qorumaq üçün qara örtüklə bükülməlidir. Həftədə 2-3 dəfə vena daxili yavaş-yavaş yeridilir. Müalicə müddəti klinik və laborator göstəricilərdən asılıdır. Pascorbin göstərişlər həmçinin infeksion xəstəliklər, cərrahi əməliyyatdan sonra ağır travmalar, sümük sınıqları və gec sağalan yaralar və yeri gəlmişkən qeyd etdiyim kimi biz həmçinin osteoartrozlarda, omurgan xəstəliklərində biz Pascorbin təyin edirik ki, bu da kollagenin sintezində çox böyük yardımcı olur. Müxtəlif dərəcəli yanıqlar, onkoloji xəstəliklər, müxtəlif intoksikasiyalı xüsusiyyətlə zəhərlənmələr, psixi pozulmalar, Addison xəstəliyi, allergik iltihabi dəri xəstəliklər, revmatik xəstəliklər, müxtəlif distrofiyalar, sinqa, qanaxma, kardiovaskülər xəstəliklər, şəkərli diabet, dayaq hərəkət sistemi xəstəlikləri, bayaq saydımsa, skalyoz, protruziya, fəqarası, disk yırtıqları, osteoartrit, artroz, sarı cismin çatışmamazlığı ilə əlaqəli menstruasiya pozulmaları, sonsuzluq, hamiləliyə hazırlıq dövründə infeksiyanın müalicəsi və gələcək hamiləlik infeksiyalara qarşı profilaktikası spermatogenezi yaşlaşdırır, kəmiyyət və keyfiyyət göstəricilərini artırır. Burada isə biz sağ tərəfdə göstərmişik. Yəni, bu saytda girib Pascorbin haqqında daha əlavə məlumat almaq mümkündür. Sonraki preparatımız Engistoldur. Tərkibi Visotoxikum uridinatrija D6, D10, D30, sulfur D4, D10. Vinseto oksikum virus infeksiyaları hüceyrə immunitetini modulyasiya edir. Yer gəlmişkən deyim ki, biz Engistolu hər gün, bu günləri biz neçə bizim su içəyi pasientlərimiz olub, yuxarı tənəffüs yollarının virus xəstəlikləri olub. Biz bundan geniş istifadə edirik Engistoldan. Hər gün demək olar ki, biz Engistoldan istifadə edirik və bizə çox yaxşı kömək edir bu infeksiyalarla mübarizədə. Hətta virus B, C-də biz bundan geniş şəkildə istifadə edirik və doğrudan da çox böyük effekt alırıq. Bu virus, bu preparat virus xəstəliklərinin müalicəsində mən deyərdim ki, inteqrativ tipdə əvəz olunmaz bir preparatlardan biridir. Tərkibi sulfur, glutatiyon, burada hamısı yazmışıq, qeyd eləmişik, homostein var, taurin var, kükürt tərkibli amid turşuların 3 əsas məhsulu olub, yüksək konsentrasiyalarda immün cavabına əsasən iltihab aspektlərinə təsir göstərir. Həmçinin kükürt oksidin aktivliyini modulyasiya etmək hesabına araxidon metabolik yoluna potensial təsir edir və adenilkinaza yolunu modulyasiya edir. Təsir mexanizmi qranulitlərin faqotor aktivliyini modulə edir. T limfositlərdə qamma interferon ilki sintezini modulə edir.
natural killerlərin sitotoksik T limfositlərin aktivini model edir, interferon sintezini model edir, virusların replikasiyasını edir. Birisi ki, interferon sitokinlər tərəfindən qamma interferon yəni birisi ki, bu sitokin, yəni tərkib maddədir və bu virusların əleyhinə çox yaxşı mübarizə aparır. İngilistura göstəriş. Virus infeksiyaları, kəskin respirator qrip, paraqrip, adenovirus, herpes virusları, qızılca, su çiçəyi, kəskin latent virus infeksiyaları, papilloma, virus hepatitləri, bayaq saydım sizə dedim, hamilələrdə virus infeksiyaları. İstifadə qaydası tablet şəklində 3 yaşa qədər ikide bir tablet 3 dəfə dil altı, 3 yaşdan yuxarı böyüklə bir tablet günde 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra dil altına körpələr az suda həll edib içirtmək də mümkündür. Kəskin vəziyyətdə yaşa uyğun 2 doza 2 saat ərzində hər 15 dəqiqədən bir dil altına qoymaq olar. Ampula 2,5 yaşda 0,5 milli həftədə 2-3 dəfə, 6-11 yaş 0,7 milli həftədə 2-3 dəfə, 12 yaşdan yuxarı və böyüklə bir ampul həftədə 2-3 dəfə, vena daxili olar, əzələ daxili, dəri altı, dəri içi, kəskin vəziyyətdə yaşa uyğun doza hər gün təyin olunur. İngistol immun sistemi dəstəkləyərək orqanizmi virus infeksiyalardan qoruyur, xəstəliyin simptomlarını azaldır və sağalma müddətini qısaldır. İngistol viral infeksiyalar zamanı cavab reaksiyasında mühüm rol oynayan immun sistemin funksiyasını gücləndirir. İngistol yüksək tənəffüs sisteminin, yuxarı tənəffüs sisteminin virus infeksiyalarında, ağciyər infeksiyasında immunomodulyasiya təsir göstərir. İngistol virus infeksiyasında zamanı, məsələn, RSV, fagositer alveolar makrofaqların sayını və fəaliyyətini artırması, iltihab hüceyrələrinin erkən infilyasiyasını, məsələn, neutrofillər məhdudlaşdırılması, şişəliyinə faktorun, alfa, interferon, il-1B, il-16 və s. iltihabi sitokinlərin və ifrazın azaltması tədqiqatda təsdiqini tapmışdır. Bu isə ağciyərlərdə iltihabın qarşısının alınmasına və iltihabın zonasında çox kiçik olmasına səbəb olur. İngistol interferon sintezini modul edir. O çox əhəmiyyətli bir prosesdir. Bir çox virus infeksiyasında, məsələn, yuxarı tənəffüs funksiyasında viruslarında HRV virusunda 14, adenovirus 5, HSV birinci tipdə, HSV-də ingistolun müalicə zamanı in vitro tədqiqatlar ingistolun viruslərinə aktivini nümayiş etdirmişdir. Biz gündəlik bu sayılan xəstəliklərdə biz ingistolu geniş şəkildə istifadə edirik. İngistol preparatlarının hamilə qadınlarda, hamilənin ilk 3 günündə və laktaz dövründə də qadınlar istifadə edə bilərlər. İngistol haqqında geniş məlumat, yəni bu internet saytda biz göstərmişik, bu saytda yəni maraqlanan həkimlər baxıb maraqlana bilərlər, əlavə məlumat ala bilərlər. Sonraki preparatımız Gallium Xeldir. Gallium Xel bir ki, bu 6 faza cədvəlinin demək 5-ci, 6-cı fazasında biz bu prosesdə, bu dərmanla çox geniş şəkildə istifadə edirik. Depollaşma, deqradasiya fazasında Gallium Xeldən şəkildə istifadə edirik. Bu, orqanizmin detoksikasiya və drenajı tənzimləyir. Pozulmuş immun sisteminin dəstəklənməsi, çox saylı, çox yaxşı təhlükəsiz profil, qarşılıqlı əlaqəsi yoxdur. Antibiotiklər və ilə müalicədə köməkçi terapiya kimi tövsiyə olunur. Farmakoloji xüsusiyyətləri hansılardır? Hüceyrə daxili və hüceyrə xarici mühitin toksinlərdən azad edir. Qeyri-spesifik müdafiə mexanizmlərini aktivləşdirir, xüsusilə xroniki xəstəliklərdə. Tərkibin burada vermişik, yəni tərkib maraqlanan bizim həkimlərimiz görürlər ki, çox maraqlı tərkibi vardır və bu tərkiblə, yəni Gallium Xelin doğrudan da detoks müalicəsində və ümumiyyətlə artrozlarda biz bu Gallium Xeldən çox geniş şəkildə istifadə edirik. Demək olar ki, hər gün biz bu preparatın yəni istifadəsinə, yəni görürük, xeyrini görürük ki, pasientlər çox razı qalırlar. Gallium Xelə göstəricilər, yenə burada qayıdıram məsələləri, bütün orqan və sistem xəstəlikləri, xroniki xəstəlikləri, prekarsinozlar, erkən qocalma, allopatik preparatlarla uzun müddətli müalicə, antibiotiklərlə müalicənin əlavə təsirini azaldılması, inyeksiya üçün istifadəsi 2 yaşa qədər 1,3 ampulla 3də 1 hissəsi həftədə 2-3 dəfə, 2-6 yaşda 2də 1 ampul həftədə 2-3 dəfə, 6 yaşdan yuxarı 1 ampul həftədə 2-3 dəfə, dəri altı, dəri içi, əzələ daxili, vena daxili, perusda qəbulu mümkündür.
Dinlediğiniz için teşekkür ederim. Suallarınız varsa buyurabilirsiniz. Axşamınız xeyir, doktor. Akşamınız hayır. Həkimləri də salamlayıram hamısını. Təşəkkür edirəm sizə çox ətraflı, dəyərli məlumatlar üçün. Bir neçə suallar var, icazə verin oxuyum. Ha, buyuruz, buyuruz. Buyuruz. Canan xanım, eşidirəm. Deməli, Helixor A və M-dən xərçəng xəstələrini, ağciyər xərçəngindən necə müalicə etmək olar? Əgər məlumatınız varsa, yəni Var, məlumat var, vermək istəyirsə də var. bu haqqda. Var, Canan xanım. Bizim bir pasiyentimiz bir neçə bundan qabaq ağciyər xərçəngindən bizə müraciət eləmişdi. Biz o xəstəni qəbul elədik. O xəstə onkoloji mərkəzdə protokola uyğun olaraq müalicə alıb, kimyoterapiyası alıb, şua terapiyası alıb, sonra bizə müraciət etmişdir. Biz ona Helixtorla biz müalicə təyin etdik. Biz onu müalicə sxeması haqqında da danışdım sizə. Yəni əlavə bu məsələ vaxtımız getməsin deyə, çünki uzun gedər o bir yoldaşlarımız, həkim yoldaşlarımız da bəlkə sual vermək istəyirlər. Yəni bu baxımdan biz ona müalicə təyin elədik. Dinamik bizim necə deyirlər nəzarətdədir. Yəni effekt alırıq. Xəstənin hər keyfiyyət yaxşılaşıb, xəstə özünü yaxşı hiss edir. Halbuki kimya və şua müalicəsindən sonra bizim xəstələrdə biraz zəiflik, halsızlıq müşahidə olunur. Amma bu Helixordan sonra bilirsiniz ki, Helixor kimi immuniteti qaldıran inteqrativ tipdə az preparat var. Yəni çox Helixor güclü bir preparatdır. İstərdik ki, orqanizmin yəni immun hüceyrələrinin aktivləşməsi üçün o böyük bir mövzudur. İmmun hüceyrələrinin aktivləşməsi, immunitetin güclənməsi. Yəni doğrudan da baş verir və yeri gəlmişkən bir halda yadıma düşdü ki, bizə prostat vəzin xərçəngində bu yaxınlarda iki pasiyentimiz bizə müraciət edib, biz Helixordan istifadə elədik. Həmin xəstədə də yəni onkoloqun dediyinə görə yəni metastazın kiçilməsi müşahidə olunur. Yəni bu çox önəmli bir haldır ki, əgər Helixordan sonra metastaz sahəsi, metastazın ölçüləri kiçilirsə, demək bu belə çıxır ki, müalicə davam olunmalıdır, effekt alınır. Bu çox önəmli bir prosesdir onkoloji xəstələr üçün. Hı-hı. Belə bir sual var. Polipin yaranması papilloma virusdan asılıdırmı? Bəli, Canan xanım, mən belə bir deyim sizə ki, öz təcrübəmizdə görürük ki, poliplər çox böyük, ümumiyyətlə polip əmələ gəlməsi papilloma virusun rolu əvəz olunmazdır. Yəni sadəcə həmin pasient bilmir ki, bu papilloma virusdan əmələ gəlir. Bunun üçün həmin polipdən xırda toxuma götürüb Afgen laboratoriya mərkəzində genetik olaraq PCR yoxlanılmalıdır. PCR-dən sonra biz deyə bilərik ki, bu papilloma virusdur, papilloma virus deyil. Mən çıxışımın əvvəldə bir misal dedim sizə. Bizə bir pasient müraciət etmişdi. Qasq nahiyəsində papilloma vardı bir neçə dənə. Biz ondan bir papillomanı biz götürdük. Göndərdik Afgen genetik laboratoriya mərkəzinə. PCR müayinədən sonra cavab gəldi ki, orada papilloma virus 6-cı tipdir, iştirak edir. Yəni doğrudan da demək olar hamısı. Sadəcə biz məsələn elə papilloma elə bir poliplər var ki, məsələn ötük hissəsində olan poliplər. Məsələn, əgər mümkün olsa mı onu yoxlamaq ki, bunun hansı tipdir, nə var bunun tək virus mənşəli, virus mənşəli deyil. Və yaxud da yemək borusunda bizim yemək borusunda bir pasiyentimiz olub, polip olmuşdu. Biz onu ilk sonra müalicə elədik. Ölçüləri kiçildi, çox balacalaşdı. Yemək udqunmasına mane olurdu. İndi rahat udur. Sadəcə dinamik nəzarətdədir ki, biz bir də ikinci dəfə, üçüncü dəfə biz Helixorla onun müalicəsinə biz başlayacağıq. Və ya da ki, bağırsağı da polip olarsa, yenə oradan yəni toxuma götürülüb PCR reaksiyası olunsun ki, görən nədir. Yəni hər halda olunsa yaxşıdır ki, doğrudan da yəni bilirik ki, bu papillomalar, kandilomalar, cizikləri papilloma viruslarıdır. Aha. Sizə çoxlu təşəkkürlər edirlər və belə bir Tamam. sual gəlib ki, Hı -hı. polip müalicə etmisinizmi? Ona cavab verdiniz də mən deyim ki, polip müalicə etmisinizmi inteqrativ təbabətlə? Bəli, bir dəqiqə bizim pasiyentimiz e, əfsuslar olsun ki, Cənə xanım, əfsuslar olsun ki, polipi olanlar, onlar onkoloqa müraciət edirlər, krioterapiya ilə.
elektrik lansetlə o götürülür və xəstə elə biri sağalır. Xəstə çıxıb gedişinə, gücünə bir neçə müddətdən sonra yenə başlayır poliplər. Yenə gedir, belə də uzanır proses. Onlar yəni maariflənməlidir ki, polip onkoloqa gedib əgər o krioterapiya olunsa da, maye azotla yandırılsa da onlar integrativ tibb mərkəzinə müraciət eləməlidirlər, bioloji təbibat klinikasına ki, yəni biz onu Elixorla immuniteti qaldıraq. Çünki immunitetin aktivləşməsi virusun yeganə haldır ki, immunitet aktivləşəndə virus ölür. Virus çox antiseptikə qarşı çox dözümlüdür, çox davamlıdır. Yəni virus öz-özünə ölmür, öz-özünə məhv olmur, ancaq immunitetin güclənməsi hesabına virus məhv olur. Bu baxımdan integrativ tibb bu yanaşması əvəz olunmazdır. Yəni residivlərin qarşısını Qarşısını almaq alır, üçün bəli, yenidən yaranmaq bəli, resivlərin qarşısını alır, bir dəfəlik bu həmin pasient papiloma, həmin o zillərdən, papilomalardan canı qurtarır da. Yəni ola bilər elə bir yerdədir ki, mən məsələn kosmetik olaraq istəmirəm elə bir yerdə papiloma olsun. Onsuz residiv heç bir biz ona demirik ki, yəni sab ola bilməz və yaxud da ki və s. və s. Yəni o mütləq integrativ tibbdə müalicə almalıdır. Helixor uşaqlıq boynu xərçəngində effektivdirmi? Bəli, effektivdir. Bir neçə xarici ölkələrdə uşaqlıq boyun eroziyasında Helixorun həm ampulasını, həm də mazını istifadə edirlər. Mazını istifadə edirlər. Mən istərdim ki, yeri fürsətdən istifadə edib, xahiş edərdim ki, bizim klinikanın rəhbərindən ki, mümkün olarmı ki, Helixorun mazını, kremini, yəni bizdə yəni daxil olsun bizim yəni respublikaya. Yəni burada biz xəstələrə, bizim mama ginekoloqlar bu sahədə Helixorun ampulası ilə yanaşı onun kremini istifadə eləsinlər. Və yeri gəlmişkən deyim ki, həmin o kremi istifadə etməklə papilomalarda da yandırmağa ehtiyac qalmayacaq. Krioterapiya, elektrik lazerlə, lansetlə daha doğrusu lazım olmayacaq. Həmin bir neçə həftədən sonra həmin papilomalar öz başına düşə bilər. Sonra integrativ tibb yoluna, Elixorla, onun immuniteti qaldırmaqla həmin pasiyenti virusdan azad etmək olur. HPV yoluxmuş xəstəyə peyvənd etmək nə dərəcədə doğrudur? HPV yoluxmuş insanlara peyvənd vacibdir. Çünki heç kim özünə şeylə bilmir ki, yəni deyə bilmir ki, mən yoluxmayacağam papiloma virusuna. Bu baxımdan papiloma virusunun ştabları çoxdur. Mən bax qeyd elədim, 200-dən yuxarı ştampı var. Əgər bu pasiyent uşaqlı boynu xərçəngi 16 bilirsə ki, ən çox xərçəng törədən 16-18-ci tipdir. Əgər bu pasiyentdə yəni 16-18 tip var, uşaqlı boynu xərçəngi var. Sonradan biz ona deyə bilmirik ki, siz başqa tiplərlə yoluxmayacaqsınız. Məsələn, 6-cı tiplə, 10-cu tiplə, 18, daha doğrusu 52-ci tiplə, 51-ci tiplə yoluxmuyorsa heç ona qarant verə bilmirik. Ona görə papilloma virusa qarşı vaksin olsa məsləhət. Yeri gəlmişkən vaksinlə bağlı sizə deyim, bizim Sumqayıt filialında biz bu barədə işlər gedir. Bizim ginekoloqla biz söhbətlər aparırıq ki, yaş qruplarına uyğun olaraq biz papilloma virusun vaksinasına yəni başlayaq. Belə bir fikrimiz var. Bir rəhbərliklə danışarıq, biz razılıq alacağıq. Belə bir şəkildə işlər gedir, hazırlıq işləri gedir. Biz istəyirik ki, yəni yaş qruplarının, sadəcə vaxtımız getməsin də mən yaş qruplarını demək istəməzdim. Çünki inkişaf etmiş ölkələrdə 9 yaşından yuxarı başlayaraq oğlanlarda və qızlarda papilloma virusuna qarşı vaksinasiya olunur. Bu çox önəmlidir. Və məsləhət görərdim ki, 46 yaşına qədər yəni kişilər və qadınlar papilloma virusdan demək vaksinasiya olsunlar, özlərini qorusunlar gələcəkdə. Çünki statistika göstərir ki, qırtlağın xərçəngi, badancıqların xərçəngi, dilin xərçəngi, yəni şübhə yaradır ki, papilloma virus stampları törədə bilər. O çox əfsus ki, o əməliyyat olunur və onlar heç biri papilloma virusa yoxlanılmır ki, bu törədici papilloma virusdur, yoxsa sadəcə onkoloji prosesdir. Buna görə məsləhətdir ki, yəni bu şəkildə vaksinasiya yəni başlanılması yaxşıdır. Çünki bizim şəhərin baş mama ginekoloqu da eşidir bu məsələni. Çox gördüm ki, belə ürəkdən qarşıladı ki, nə əcəb bizim integrativ tibb mərkəzi, bioloji təbabatda belə bir təşəbbüs var. Çox müsbət qarşıladır bu dediyimiz bu sualları. Əslində integrativ tibb ilə akademik tibb də onun bir sahəsidir də. Bəli, bir sahəsi. Yəni biz ondan ayrı deyilik.
Bəli, Akademik düzdür. tibbin ayrı deyirik. Bəli, düz biz müalicə üsullarımızdan akademik tibbdən istifadə edirik, ənənəvi tibbdən də istifadə edirik. Bir Hı yerdə. -hı. Bir də ki, hərəsinin öz yeri var da, doktor. Bəli, düzdür. Vaksin qorunmaq üçündür, Helixor müalicə üçündür. Müalicə üçündür, düzdür. Əgər yoluxubsa hansısa bir formaya, onu müalicə etmək üçün əlimizdəki vasitə Helixordur. Elixordur. Ən əvəz olunmaz Cənab xanım. Ən əvəz olunmaz dərman elixordur. Aha. 6 ay e, ərzində bizim praktikada biz müşahidə aparırıq. 6 ay ərzində virus bədəndən təmizlənir, orqanizm steril vəziyyətə gəlir. Yəni Helixor artıq 100 ilə yaxındır. Özü də Bəli, bəli. Hipokrat tərəfindən eramızdan əvvəl 460-377-ci illərdə ilk dəfə Hipokrat tərəfindən elixor tətbiq olunub. bəli, Avropanın bir çox ölkələrində Bəli, artıq o bəli, bəli, düzdür. sığorta dərmanı kimi istifadə Bəli, olunur. bəli, sığorta dərman kimi istifadə olunur, bəli. Belə bir sual gəlib. 6 yaşlı uşaqda polip götürülüb. İndi 30 yaşındadır. Onda yenə polip yaranma ehtimalı varmı? Bağırsaqdaymış polipi. O ehtimal var, mütləq yoxlanılmalıdır. Ümumiyyətlə, bağırsaq poliplərini belə 3 yaşından asılı olmayaraq, əgər polip əmələ gəlibsə, o mütləq ildə 2-3 ildən bir yəni müayinə olunmalıdır. Müayinə olunmalıdır. Yəni, əgər ehtimal varsa ki, əmələ gəlibsə, yenə götürülməlidir və ona detoks drenaj müalicə bizim inteqrativ tibbi müalicə üsullarından istifadə olunmalıdır ki, o çox böyük faizlə yenidən yaranma ehtimalı olmayacaq. Aha. Belə bir sual var. Qaraciyər piylənməsində, sirrozunda Helixor istifadə etmək olarmı? Cənab xanım, qaraciyərin hipertrofiyası, yəni patogenezi belədir də, qaraciyərdə hiper hüceyrələrdir. Normalda hüceyrə daxilində pi olmamalıdır. Normaldır, bu normal Aha. prosesdir. Əgər pi daxil olubsa, bu qaraciyər hüceyrəsi funksiyasını pozur. Əgər biz burada bu hallarda, bu xəstələrdə biz əgər immunitetin çatışmamazlığını, immun sisteminin zəif olmasını müşahidə etsək, biz ona elixir verəcəyik. Yəni biz əgər artrozlarda, osteoxondrozlarda, osteoartrozlarda, osteoporozlarda biz əgər helixordan istifadə ediriksə, çünki kollagen sintezi bərpa edir. Helixorun bir dənə sıxması. Məsələn, diz oynağının artrozunda biz oynaq ətrafına, dəri altına biz helixor vururuq. Doğrudan çox aşırı kömək edir. Yəni görürük ki, orada kollagen əmələ gəlməsi prosesi sürətlənir və xəstə ağrılar azaldı, xəstə çox həyat keyfiyyəti yaxşılaşdı, xəstə razı qalacaq oturur. Bu nə elədi? Mənə çox yaxşı kömək elədi. Mənə gəlir ki, əgər qaraciyər hipertrofiyası olan xəstələrin əksəriyyətinin immunitet zəifdir. Çünki orada mübadilə pozulub. Keyfiyyətli öd hazırlanmır. Keyfiyyətli öd hazırlanmırsa, şübhəsiz ödün axını da pozulur. Yəni çünki biz bilirik ki, qaraciyər bizim biyokimyəvi laboratoriyamızdır. Onun o qədər funksiyaları var ki, o çünki hipertrofiyasının funksiyaları çox əksəriyyəti pozulur. Əgər çox kimi onlarda immun hüceyrələri biz immun sistemini yoxlasaq, görəcəyik ki, onlarda immunitet zəifdir. Aha. Eşidirsiniz məni, doktor? Eşidirəm, Cənab xanım. Belə bir sual var. Son dövrdə qardasil peyvəndi haqqında ziddiyyətli fikirlər səslənir. Ən çox da əleyhinə. Sizin fikirləriniz bu haqda? Bir də çox bahalaşıb tapmaq olmur. İndi o bizə aid deyil, amma bu sizin fikirləriniz. Kardasilin peyvəndinin Cənab xanım 2 növü var da, 6-9. Bu hansını istəyir, hansının əleyhinə deyir söhbət. Əgər bu kardasil papilloma virusun öldürülmüş virus hüceyrələrindən əgər virus DNT-sindən alıblarsa, orada əks göstəriş nə ola bilər? Mən onun etopatogenezi mən başa düşmürəm. Yəni bu dəqiqə bilirsiniz də mən məlumatı prosta geniş məlumatı vaxtımın qısalığında mən biraz qısaltdım mövzunu. Yəni dünyanın inkişaf etmiş ölkələrində növbə dururlar buna. Randevu götürüb növbə götürürlər ki, nə vaxt mənim vaxtım gələcək, mən gedib vaksin vurduracağam. Əgər bu gün mən dedim onkoloji xəstəliklərdən, uşaqlı boyun eri xərçəngindən, digər orqanlarda düz bağırsan xərçəngindən verə bilir.
vaginanın xərçəngindən əgər verə bilir. Yəni bu xərçəngindən qurtulmaq üçün qırtlağın, badamcıqların, e, dilin xərçəngindən qorumaq üçün bu proseslərdən, bu təhlükəli xərçəng proseslərindən qorumaq üçün mən elə başa düşürəm ki, vaksin çox müsbət. Ancaq mən də ədəbiyyatda, mən belə ədəbiyyata rast gəlməmişəm ki, Qardasil 6 və ya 9 bilmirəm hansını deyir. Qardasilə qarşı yəni hardasa bir əks bir məlumatdır. Mən oxum rast gəlməmişəm ədəbiyyatda. Aha. Dəridə bir neçə yerdə papilloma varsa, bunu Hı. heliksorla neçə müddət müalicə etmək lazımdır? Heliktor əgər dəridə bir neçə yerdə papilloma varsa, o papillomalar krioterapiya ilə, maye azotla, elektrik lansitlə götürüləndən sonra biz onu papillomanın sonradan residivi olmasın deyə biz heliksorla 6 ay ərzində biz onu orqanizmdən təmizləyirik virusu. Və bir də Bir əmələ də gəlmir. aha, üz nahiyəsində xırda papillomalar bu preparatla keçirmi? Məlhəm Bəli, şəklində ya inyeksiya istifadə edilirmi? onlar yandırılsa yaxşıdır. Çünki biz onun bayaq mən dedim, yaxşı olar ki biz bu Helixorun mağazaya kremi bizə yəni gəlsə əgər daxil olsa, biz ondan istifadə edib yandırılmadan da biz papil yeri gəlmişkən təcrübədə mən rast gəlmişəm ki, Nigersanın kremi ilə 2-3 həftə ərzində həmin o papillomalar düşür, sürtülür papillomaya. 2-3 həftə ərzində yandırılmadan, papilloma heç bir təsir etmədən, yəni cərrahi, onkoloji müdaxilə olmadan, yəni o öz başına düşür. Amma bu şərtlə ki, əlavə olaraq Kliksona müalicə mütləq başlamaq lazım. Aha. Bir də doktor, deməli yenə də sual gəldi, Hə, oxuyaram gəlsin onu. problem Amma yox. nə demək istəyirdim? Yəni kimyoterapiyaya artıq bədəni kimyoterapiyaya götürməyənlər də istifadə edə bilər Helixoru. Bu tərəfini Bəli, də vurğulaya bəli, bilərik. bəli, eləyə bilər. Bəli, sadəcə Cəhan xanım, biz bizim protokolla, bizim Səhiyyə Nazirinin protokolundan onkoloji xəstələrin müalicə sxeması var da. Sabah vətəndaşın bilgisində biz deyə bilirik ki, belədir. Protokolla müalicəni al gəl, sonra yəni biz müalicəyə başlayırıq. Yox, sözsüz bilirəm, başa düşürəm doktor, amma əgər artıq imtina edirlərsə ki, mümkün deyil, artıq kimya ala bilmirsən, yəni o halda da Helixorla müalicə. O halda bizim klinika ilə müqavilə bağlıdır. Müqaviləyə qol çəkilir ki, mən bu müalicəni almağa razıyam. Aha. Onda Bir biz də doktor, başlayırıq. hipertermiya aparatı da var da bioloji təbabətdə. Bəli, bəli, çox yaxşı qeyd elədiniz Zəcan xanım. Bu hipertermiya aparatı çox önəmli bir proses, müalicə. Biz bu barədə bizim ginekoloqlarda və onkoloqlarda da mən düz onkoloqlar da bizim konfransda olublar. Onlar özləri də bilir. Hər dəfə onkoloqlarla biz rastlaşın deyirik ki, bəs belədir. Siz xəstələrinizi yönəldin. Orada bizim klinikada Rəna xanım məşğuldur ondan. Çox bir müasir müalicə metodudur və istifadə edin bu metoddan. Aha. Cavan belə bir sual gəlib. Cavan xəstədə qida borusunda polip aşkar edilib. Hı -hı. Polipi əməliyyat edənə qədər və sonra neçə müddət və hansı preparatları qəbul etmək məsləhətdir və peyvənd nə vaxt edilməlidir? Birinci Polipə peyvənd yoxsa papillomaya peyvənd? Əməliyyatdan əvvəl və ya sonra? Təşəkkür edirəm. Sual biraz qarışıqdır mənim üçün. Başa düşdüm. Yemək borusunda mənim bir pasiyentim oldu. Yemək borusunun mədə girən yerində papilloma vardı. Aha. Daha doğrusu polip vardı. Bu xəstə qəti imtina elədi. Həm əməliyyatdan, yəni endoskopik müayinə təsdiq olundu ki, bunda polip var. Qəti imtina elədi. Cərrahi əməliyyatdan polipin götürülməsini biz onu eliksor elədik. Ölçülər Aha. kiçildi. Effekt aldıq, ölçülər kiçildi, udqunması yaxşılaşdı, rahatlaşdı. Və sonra mən həmin o pasiyenti yaşı yerini dəyişdi. Mən onunla əlaqə yarada bilmədim ondan. İndi son durumunu bilmirəm. Ancaq məsləhət görmüşdüm ona ki, gəl bir də biz baxaq. Yəni biz tədricən biz Helixoru davam eləyək. Bir 6 ayla davam eləyim. Təzə endoskopiya ilə görə nədir? Əfsus ki, yaşı yerini dəyişdi deyə mən onunla əlaqə saxlaya bilmədim, yəni həmin pasiyentlə. Yəni indiki bu sualda da elə başa düşürəm ki, yaxşı olar ki, endoskopik müayinə təsdiq olunsun polipi və əgər yaxşı olar ki, götürülsün polip, ya bir dənə toxuma götürülsün, Afgan genetik laboratoriyada
PCR müayinəsi olunsun, görə papillomavirus mu deyil, yoxsa daha nə formadadır bu polipin, onun morfoloji xüsusiyyəti nədir? Onda biz ümumiyyətlə Peliksorla başlasaq yaxşı olar. Elə adnomametni bir momentdə başlasaq yaxşı olar. Həm Eliksor eləyək, həm də müayinə olunsun. Hər bir halda Bir də Eliksor ona çox kömək eləyəcək, çünki immuniteti qaldırırıq biz orada. İmmunitet mütləq qalxmalıdır. bir də belə bir fikir, sual mı deyim, fikir mi deyim? Helixorun spreyi olsa o da yaxşı olar. Əgər varsa, buna fikrinizi bilmək istəyirəm. Yaxşı olardı, yaxşı olardı Gəl xanım. Əgər xarici ölkələrdə Helixorun kremini, mazını istifadə edirlərsə, bizdə yoxdur. Elə mən bizim Planet Apteklə əlaqə saxlayalım dedi, valla biz elə şey bizə görməmişik. Mən rəhbərdən xahiş edirəm ki, yəni mümkün olar onu bizə yəni gəlməsi çox vacib olar. Yəni pasientlər üçün çox vacib bir preparat kimi istifadə eləmək olar. Həm də uşağı bu eroziyasında da, hansı xərçəngülü prosesdə də tək xərçəngi, xərçəngülü proses eroziyada da o kremi çox yaxşı olar. Sprey olsa daha yaxşı. Aha. Düz bağırsaq polipində Helixorla müalicə metodunu deməyinizi xahiş edirəm. Birinci düz bağırsaq polipində toxuma götürülüb. Apkin laboratoriyada bizim ən böyük biz genetik laboratoriyamızda PCR müayinə olunsun. Əgər o xarakteri müəyyənləşdirək ki, orada xərçəng önüdür, yoxsa hələ sadəcə polipdir və papilomanın hansı, papiloma virusun hansı ştampıdır, biz onu dəqiqləşdirək. Sonra müalicəsini verərik. Yəni, yaxşı olar ki, polip götürülsün düz bağırsaqdan, cərrahi Hı yolla -hı. götürülsün. Sonra biz ona müalicə təyin edirik ki, immuniteti qaldıraq, bir də əmələ gəlməsin o polip. Gələcəkdə əmələ gəlməsin. Aha. Hipernefromada nə məsləhətdir? Hipernefromada. Hipernefromada əgər böyrək funksiyasını yoxlamaq lazımdır. Hipernefromada böyrək funksiyası əgər pozulubsa, kreatin yüksəkdirsə, orada məsələ biraz, çünki biz kəskin xəstəliklərdə elə halda biz Helixoru ehtiyatla istifadə edirik. Dəqiqləşdiririk. Baxır situasiyaya, Cənab xanım, baxaq situasiyada necədir, biz ona baxarıq təyinatına. Aha. Öd kisəsində polipoza görə əməliyyatdan sonra e, xəstəyə nə məsləhət görərsiniz? Öd kisəsi götürülüb, Üç polipoz kisəsi, olub götürülüb. üç kisəsi Sonradan nə məsləhət görərsiniz? Üç hissəsində əgər polip olub götürülübsə, bu polip yaxşı olar ki, həmin polip götürülmüş toxuma genetik laboratoriyada PCR reaksiyası olunsun, görə burada papilloma virusun hansı ştampıdır. Bu olunsa daha yaxşı olar. Olunmayıbsa əgər, ümumiyyətlə yaxşı olar ki, müayinədən keçirilsin və mütəmadi UZI-dən keçirilsin. Görün, burada yenə əmələ gəlmə çünki ehtimalı var öd yollarında və Yollarım. Aha. bəli, öd yollarının əmələ gəlmə ehtimalı var və yaxşı olar ki, Helixorla müalicə başda ki, immuniteti qaldıraq və orqanizm steril vəziyyətə gətirilsin ki, bu polipin yaranma xüsusiyyətindən orqanizm steril vəziyyətə gəlsin də bir də polip əmələ gəlməsin. Belə deyək. Aha. Bir də doktor, deməli poliplər lap papilloma virus mənşəli olmasa da onlar özləri şişönü proseslərdir də. Ona görə onlarda da Helixorla müalicə yerinə düşər də. Bəli, yerinə düşər. Bəli, mütləq yerinə düşər. Hələ əməliyyatdan qabaq Helixorla olunsa ki, yəni daha yaxşı olur. Orada yəni polipin biz bilirik ki, öd hissəsində olan polip olanda biz dinamikada izləyirik, böyüyürmü, nə bu formadadır. Həmin momentdə aşkar olunan momentdən Helixorla müalicə çox önəmli bir müalicə növü olar. Aha. Şəkər xəstəsi həm də xərçəngi olan xəstə 70 yaşın üstündə xəstəyə 1 ildir kimioterapiya olunur. Sağalma ehtimalı vardırmı? Onu deyim, sizin cavabınızı istəyir. Baxmaq lazımdır vəziyyətə, onkoloji prosesin mərhələsinə, hansı mərhələdə. Nəyin rakıdır? Heç bilmədik. Mədaltı vəzinin rakıdırmı? Həm şəkər xəstəsidir, həm də rak xəstəsi olan. Hansı orqandadır? Hansı orqandadır o proses? Neçənci mərhələ? Yazmayıblar onu. Yazmayıblar. Yox. Biz orada paskarbin də istifadə edirik onunla yanaşı. Helixor da paskarbin də. Yəni
Situasiyadan asılıdır. Yəni xanım, o pasientə belə məlumat verə bilərsiniz ki, yəni vəziyyətdən asılıdır. Xəstə baxış keçirmək lazımdır. Baxışdan sonra biz qərar verəcəyik ki, başlayaq, başlamayaq, hə nədir? Əgər nə kimi burada bizdə effekt ala biləcəyik. Endosultan tutmuş, orada bizim bayaq saydığım preparatlardan biz kombinə şəklində istifadə edə bilərik. Hər halda bu situasiyadan asılıdır, bir də xərçəngin mərhələsindən asılıdır. Hansı mərhələdədir? Aha. Belə bir sual da var ki, böyrək çatışmazlığında parenximanı bərpa funksiyasını nə ilə bərpa etmək olar? Heç olmasa 50%. İkinci sualı da eyni həkimin sualıdır. Hı Dializə hı. gedirsə, Hı hı. yoxsa dializə gedirsə artıq gecdirmi? Əlbəttə, dializə gedirsə, xəstənin parenximasını bərpa eləmək faizi aşağıdır. Yəni çox az hallarda mümkündür. Yəni bizim özümüzün inteqrativ tibbi yanaşma ilə faiz aşağıdır. Çünki burada dializə gedir. Şübhəsiz ki, böyrəyin funksiyası pozulub ki, böyrək işləmir ki, bu dializə gedir, dializlə yaşayır. Amma təzə başlananda fikirləşmək olar, görüm orada filtrasiya sürəti nə qədərdir, kreatin indeksin hər halda yoxlama lazımdır. Silikdə qanda kreatini yoxlamaq, baxmaq yaxşı olar. Biz xəstəyə fərdi yanaşsaq, mənə gəlir yaxşı olardı ki, nə etmək olar, nə formada biz inteqrativ tibblə kömək edə bilərik ki, biz onu yəni bilmirəm neçə ildir gedir dializə. Təzə başlananda nəsə eləmək mümkündür. Biz olub bizə pasientlərimiz ki, bir neçə aydan sonra böyrək işləyib, dializdən canı qurtulub da, yəni böyrəklər başlayıb işləməyə. Hər halda baxma lazımdır, yanaşma. Həm də bu nə vəziyyətdə gəlib çıxıb bu pasient dializə. Dializə qədər hansı etaplardan keçib? Dərman zəhərlənməsimi, toksinlərlə zəhərlənməsi, böyrək toksin zəhərlənməsidirmi, nədir, nə səbəbdir, nəyə görə dializə gəlib çıxıb o? Araşdırılmalıdır. Onun şübhəsiz səbəb tapılmalıdır. Ondan sonra yaxşı olar ki, müayinə olunsun, biz analizdən keçirdək, görək necədir vəziyyət. Baxar. Hər halda fərdi yanaşılsa yaxşıdır. Bir ildən artıqdır. Keçən ilin fevralından gedir dializə və kreatin normallaşıb. Hı Belə -hı. deyir Deyirsə, hər halda xəstə. analizləri gətirək klinikə baxaraq görə neynəm olar. Onu biz pasiyentimiz Bakı ətrafı kəndlərdən gəlir, dializə gedir, şəkərdir. Biz o şəkərini tənzimləmişik, amma hələ dializə getməkdə davam edir. Bu müəyyən səbəblərdən hələ biz tam ona müalicə edə bilmirik, daha doğrusu təyinat verə bilmirik. Müəyyən orada səbəblər var. Hər halda biz üzərində çalışırıq ki, görən nə edə biləcəyik. Amma şəkəri tənzimləmişik. Doktor, deməli, e, rak xəstəsi mədəsi 3-cü mərhələ mədəsində rak var imiş. Bayaqki sual var idi, həm şəkərdir, həm Hə. xərçəngli 70 yaşın üstündə 1 ildir kimyoterapiya olunur. Mədəsindədir rak və 3-cü mərhələdir. Hı -hı. Nə eləmək Onu istəyir? Sual demək istəyir ki, sağalma sual tapın bir dəqiqə, sağalma ehtimalı vardırmı? Cənab xanım, burada fərdi yanaşmaq lazımdır. Əgər digər orqanlara metastaz nə dərəcədədir? Düzdür. Nə dərəcədədir? Əgər metastaz birinci mərhələdirsə, ikinci, deyir, üçüncü mərhələdir, bilmirəm. Burada biz hər halda onkoloq mərhələni təyin edir. Baxmaq lazım sənədlərinə. Orqanizmin özünə baxmaq lazımdır. Vəziyyət necədir bunda? Biz bilirsiniz ki, bizim paskorumuz çox yaxşı kömək edir onkoloji xəstələrin metastazın yığılmasında. Çox yaxşı kömək edir. Biz nəticələr alırıq. Bayaq sizə misal çəkdim. Prostat vəzin xərçəngində sümük toxunmasından çanaq orqanlar, çanaq sümüyünə metastaz verib biz görürük ki, metastaz onkoloq dediyinə görə də yığılır. Yəni effekt biz ona yəni böyük dozada vitamin C veririk ona. Paskorbin vururuq ona. Yəni hər halda baxmaq lazımdır yenə. Yəni yaşı da məncə həmin yaşda 70 yaşında olar, təqribən o yaşda olan bir adamdır, bir pasientimiz. Hər halda baxmaq lazımdır ona. Vəziyyət nə yerdədir? Yəni orada hər halda fərdi yanaşma yolu ilə baxıb qərar vermək olar ki, biz ona nə edə bilərik. Əlbəttə baxmaq lazımdır. İnteqrativ tibb daha çox fərdi yanaşır, Bəli, daha fərdi çox yanaşır. Bəli. individual yanaşır. Bəli, bəli, çox düz deyirsiniz, bəli. Yalnız diaqnozla yox, xəstəyə baxmaqla Xəstə müalicə baxmaqla, bəli, bəli. Xəstə baxmaqla orqanizmdə nə prosesidir, nə proses var, nə proses gedir. Biz onu aydınlaşdırmalıyıq.
Oldu Canibəy doktor. Oldu. Sizə çoxlu təşəkkürlər var. Paskorbin yazırlar ki, apteklərdə yoxdur. Deməli, Evet. Paskorbin Planet apteklərində 100% var, dəqiq var yəni. Bir də hər rayonda, hər qəsəbədə depo aptekləri var, orada da olur. Amma Planet apteklərdə mütləq var. Var, bugün Kimsə var. Bugün bizim pasientlerimiz Planet Aptek'ten alırlar. Var, Paskor Planet aptekdən ala bilərlər. İyun alıblar. Dün ayının de bugün de axır alıblar. Yani pasientlerimiz alıblar. Bəli, iyun ayının axır gününə qədər də vaxtı var. Sonra bir müddət olmayacaq, sonra yenidən olacaq. Yəni kimə vacibdirsə, lazımdırsa ala bilərlər Planet apteklərindən və soruşa bilərlər. Yəni hər qəsəbədə depo apteklərdə də var. Yəni hər qəsəbədə bir neçə aptekdə var, onu demək istəyirəm. Bir də nəyi demək istəyirdim? Sizə doktorun iş yerini soruşurlar. Sumqayıt Bioloji Təbabət Klinikası, İnteqrativ Tibb Mərkəzi daha doğrusu. Nömrəsi də var doktorun. Bir də sizə təşəkkür edir. Çok sağ olun. Sağ olun. Bir həkim də həm sizə, həm də mənə təşəkkür edir. Mən də təşəkkür edirəm ona və Qurban Bayramımızı da təbrik edirlər. Çok sağ olun. Ben de bütün web iştirakçılarının, hamısının, ailesini Kurban Bayramı münasibətilə təbrik edirəm. Hamısının ailəsinə, bütün ailə üzvlərinə can sağlığı arzu edirəm. Kəsdi qurbanları Allah qəbul eləsin. Onların etdiyi duaları Allah qəbul eləsin. Hamısına uğurlar. Amin. Gecəniz xeyrə qalsın. Oldu. Sağ olun. Sağ Təşəkkür olun. edirəm mən də. Sağ Sağ olun. olun. Sağ olun. Sağ olun.